Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Bu gün sizə şəxsi tikili 7 sot torpaqda bağlı, bağçalı, belə müxtəlif növ ağacları olan kubcalı bir həyət evi çəkib təqdim edirəm. Qeyd edim ki, şəxsi tikilidir, 7 sot torpaqda tikilib. Belə geniş bir həyəti var. Qarşıda gördüyünüz bizim evimizdir. Deməli, gedək evi çəkim. Həyəti görürsünüz, həyətdə hər növ ağac var. Fərqli növ ağaclardır, meyvə verən ağaclardır. Yerləşmə yeri Abşeron Gənclər Şəhərciyinin yaxınlığı prospekt yoldan 200-250 metr məsafədə yerləşir. Deməli, görürsünüz evimizin fasad görünüşüdür. Baxın, həyətə daxil oluruq və bizim həyət evin arxa tərəfindədir. 2 mərtəbə, 6 otaq, 105 min manat kubcalı. Enli yolun üzərindədir. Abşeron Gənclər Şəhərciyində prospekt yola yaxındır. Fasad görünüşü. Təmirə ehtiyac var. Belə bir arxa keçid üçün yer qoyulub. Yəni, maşın evin arxa tərəfində istənilən şərait yaradılması üçün keçid yer var. Deməli, qeyd edim, bir otağın giriş-çıxışı çöldəndir. Ayrıca mətbəxi və sanuzeli var. Daxil olub birinci mərtəbəyə, burada birinci mərtəbədə sanitar qovşağımız. Qiymət çox əla bir qiymətdir. 105 min manat, 6 otaq, deməli, bu bizim mətbəx. Burada ayrıca, baba, bu əlimlə göstərdiyim yerdə ayrıca bir otaq var. Bu otağın giriş-çıxışı çöldəndir. Ayrıca sanuzeli, ayrıca mətbəxi və bu bizim qonaq otağımızdır. Qonaq otağın 2 dənə iri bir pəncərəsi var. Yuxarıda da 4 dənə yataq otağı. Və bu ikinci mərtəbənin sanitar qovşağı. Qalxırıq ikinci mərtəbəyə. Bir yataq otağı, ikinci yataq otağı. 105 min manat, 2 mərtəbə, 6 otaq, 7 sot torpaqda tikilib. Yerləşmə yeri çox əla bir yerdir. Əlavədə sual olarsa, zəng edib məlumat ala bilərsiniz.